Burada mənə glob funksiyası lazımdır. Nəyə görə? Çünki burada levels deyə bir dənə folderim var və bunun içərisində level 1, 2 bu kimi JSON-lar yaradacağam. Mən indi app.python-da istəyirəm ki, bu level 1, 2 bunları çəkim. Yəni neçə dənə level olduğunu görə bilim. Deməli import edirəm glob funksiyamı, daha doğrusu modulumu. Glob modulunu import elədim. Bu nə işə yarayır? Daxil etdiyimiz hər hansı bir pass olacaq. Məsələn, levels folderinin passini daxil edəcəm və onun içərisində olan JSON fayllarını mənə gətirəcək. Yəni JSON fayllarının adını mənə gətirəcək. Bunun üçün mən bu proyektin işini dayandırıram. Mən cavab bunları da şərh sətrinə alacağam. Bunlar hələ ki mənə lazım deyil. Mənə lazımdır həmin levelləri görüm. Yazıram ki, files bərabərdir. Yəni faylları gətirsin. Hardan? Glob nöqtə. Baxın, glob funksiyam var. Bunun içərisinə, baxın, pass name istəyir ki, pass name daxil edəyəm. Mən belə bir şey daxil edəcəm. Deyəcəm ki, baxın, buradan import edəcəm operation sistemi və cavab burada deyirəm ki, base directory. Yəni biz harda işləyirik? Base directory nədir? Baxın, buradakı bot folderinin full pass'i. Operation system.get current working directory. Belə yazdım. Daha sonra cavab burada da yazıram ki, operation system.pass.join ilə, yəni birləşdir. Base directory-la nəyi? Base directory-nin altında nə var? Levels deyə bir folder var. Cavab onu buraya yazıram. Levels. Bu şəkildə. Və mənə hansı fayllar lazımdır? Mənə lazımdır, baxın, qabağında nə olur olsun, nöqtə uzantısı JSON olsun. Bunlar lazımdır. Və print eləyəcəm files. Görək bizə nə gətirəcək. Python app folderimin altında app.python faylı var. Enter vururam. Xəta gətirdi. Deyir glob text. Yəni glob funksiyası bir dənə arqument gözləyir, amma mən 2 dənə arqument vermişəm. Çünki burada mən ikinci parametr olaraq daxil etmişəm. Əslində belə olmalıdır. Baxın, deməli templates folderinin altında burada ulduz.json, yəni o ulduzun yerinə istənilən bir yazı gələ bilər. Məsələn, level 1, 2, 3, yəni bunlar gələ bilər. O zaman mən gəlib bunu buradan kəsirəm. Ctrl X və levelsdən sonra atıram. Bunu silirəm. Bunu da silirəm. Tamam, gəlin görək belə işləyirəm. Deməli, proqramı yenidən çalışdıracağam. Baxın, mənə bir dənə list qaytardı. Deyir, C diskində users falan level 1.json var. Daha sonra nə var? Level 2.json var.